Azərbaycan və Rusiya arasında münasibətlər son illərdə xüsusilə geosiyasi dəyişikliklər və münaqişələr fonunda müəyyən gərginliklər yaşayıb. Hazırda da müəyyən gərginliklər müşahidə edilir. Bəs Kremldə Azərbaycana qarşı hansı planlar mövcuddur? Bu barədə Qlobal Infoza danışan analitik Akşin Kərimov sensasiyon faktları açıb. Stat. The Insider nəşri Rusiyanın Cənubi Qafqazda eyni anda əməliyyatlar hazırlığını ortaya qoyan kəşfiyyat məlumatlarını yayıb. Məlumata görə Azərbaycan istiqamətində Baş Kəşfiyyat İdarəsinin zabiti Valeri Çernişov nəzarət eləyir. Moskva Azərbaycanın tanınmış məmurları, zabitləri və ictimai xadimləri haqqında hesabatlar toplayır. Ermənistan istiqaməti isə Baş Kəşfiyyat İdarəsinin zabiti Dmitri Avenesovun nəzarətindədir. Nəşr bildirir ki, o Ermənistan hökumətindəki adamlardan məlumatlar alaraq Baş nazir Nikol Paşinyanın hərəkətləri barədə hesabat verib. Bu əməliyyat Saqqal kod adı ilə tanınır. Lakin Azərbaycan Rusiya xüsusi xidmət orqanlarının regionlararası əməliyyatlarını yaxşı izləyir. Rusiyanın Azərbaycandakı kəşfiyyat fəaliyyətlərinin ifşa olunması Bakının qabaqlayıcı strategiyasını ortaya qoyur. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.